Hamı Romanın tarixinə qaçır. Amma mən bu dəfə sizi İtaliyanın dəv və estetika paytaxtına, Milana aparacağam. Birinci dayanacaq əlbəttə Duomdur. Amma mütləq terras biletini alıb damına çıxın. Mənzərə sözün əsl mənasında möhtəşəmdir. Oradan çıxıb birbaşa qalereyaya keçirik. Yerdəki öküz simvolunun üzərində 3 dəfə fırlanmağı unutmayın. Uğur gətirir deyirlər. Nəqliyyata gəlsək, metro çox rahatdır. Bileti 2 avro 20 sentdir. Amma mən günlük bilet almağı məsləhət görürəm. Həm metrolarda, həm də o məşhur sarı tramvaylarda keçir və çox sərfəlidir. Axşamüstü isə Milanın bütün enerjisini hiss etmək üçün Navigli kanallarının kənarına yollanın. Burada oturub sadəcə insanları izləmək və şəhərin ritminə düşmək ən sevdiyim an oldu. Bir də Milanın Starbucks rezervinə mütləq girin. Dizaynı sizi şoka salacaq. Gəldik əsas məsələyə. Milanda hər yerdə kart və Apple Pay keçir. Amma cibinizdə mütləq 10-20 avro nəqd pul saxlayın. Bəzi kiçik kafelər və ya suvenir dükanları limit qoya bilir. Hazırlıqlı olun ki, çətinliyə düşməyəsiniz. Bəs sizcə hansı daha yaxşıdır? Tarixi Roma yoxsa modern Milan? Şərhlərdə yazın.